Salam əzizlərim. Bugün mən sizlərlə göbələk turşusu hazırlayacağım. Bunun üçün şampinyon göbələyi aldım. Çalışın ki, hamısı eyni ölçüdə və balaca olsun. O zaman daha səliqəli görsənir süfrəyə qoyanda. Deməli, 1 kiloqram göbələyə 1 litr su, 1 qaşıq duz və 1 qaşıq sirkə əlavə elədim. Bu 1 litr suyu qaynamağa qoyuram. Qaynamağa yaxın göbələkləri suya əlavə edirəm. Göbələk çox tez pişdiyi üçün çox qaynatmağa ehtiyac yoxdur. Gördüyünüz kimi bu sirkə turşusundan istifadə etmişəm. Hardasa bir 15-20 dəqiqə qaynara düşəndə artıq göbələk, o zaman alt-üst qarışdırırıq ki, hər tərəfi eyni qaydada pişsin. Artıq burada qaynamağa başlayır və mən bunu süzgəsindən keçirdirəm. Suyunu boşaldıb yeniləmək istəyirəm. Baxın, suyu burada sarıdır. Çox sarı olmasın suyu deyən. Yəni bir dəfədən də qaynadıb bağlaya bilərsiniz. Amma suyu əgər istəyirsinizsə ağ olsun, o zaman birinci suyunu atıb, ikinci yenidən 1 litr su qoyub, yenidən duz atırıq və 1 qaşıq sirkə əlavə edirik. Yine eyni qaydada su qaynara düşür və su qaynara düşəndən sonra qaynadıb süzdüyümüz göbələkləri yenidən bu suya əlavə edirik və yenidən göbələklərimiz qaynayır. Qaynadıqca kəfinə yığırıq və bir 15-20 dəqiqə qaynamağa kifayət edir. Çox qaynatmağa ehtiyac yoxdur. Burada suyu artıq görürsünüz, o qədər də sarı deyil. Durudur suyu və sonra bankanı sterilizə edirik. Bankanın içine dəfnə yarpağı, sarımsaq, istiot, şüyüt yarpağı əlavə edirik və göbələkləri sudan qaynaya-qaynaya çıxardıb bankalara yığırıq. Banka dolduqdan sonra göbələyin öz suyundan əlavə edirik. Öz qaynayan suyundan əlavə etdikdən sonra yenidən üzərinə banka suyuyla dolandan sonra 1 qaşıq duz, çay qaşığı, 1 çay qaşığı oksus əlavə edirik. Duzuna baxa bilərsiniz. Əgər göbələyin duzu sizi qane eləyirsə, əlavə duz atmaya da bilərsiniz. Yəni o duz kifayət edir. Belə ağzını bağlayıb qoyuruq soymağa. Soyduqdan sonra qış üçün saxlaya bilərsiniz. Salatlara, yeməklərin yanında əla olur. Dadı da çox yaxşı olur. İnanın mənə